Sən indi yarımsan, yarımayan neynəsin? Sən evdə oturmuşsan, ərvin çörəyin yiyirsən, bəzi qadınlara aiddir. Oturmuşsan, boşanana vedrə bağlayırsan. Sən sənə garanti versin, sənin başına nə gələcəyinə gəlməyəcək, az. Hə? Toyuq budur. Garanti versin, sənin başına nə gələcək. İçizdirmirsən, ərvə fişlə sokun, oturdurmuşsan yanında. Yarımsan da neyniyək, sənin oğlun güclü çıxıb, bizimki güclü çıxmadı. Qaşqaldaq. Ya da ki, ərin xəyanət edir, oturub göz yumursan, dözürsən, atırsan boynuğun dalına yaşayırsan. Başa düşdün? Bu üzvə tüpürür, bu üzvü qəbul edirsən. Artıq yazana aid da, bütün qadınlara aiddir. Gəl mən burada boşanmışsan, yaxşı olsaydın boşamazdılar. Sən indiyə kimi özünə hörmət etsən, sən də boşanmışdın. Bəlkə sənin ərimin mənə elədiklərindən də betərlidir. Sırtıqlığa salıb oturmuşsan. Mən sırtıq deyiləm, özümə hörmət edirəm. Mənim yoldaşım mənə xəyanət edibsə, o deməkdir ki, gedib yüzdən qadınla gəzib mənim yanıma gəlirsə, deməli nədir? Mən də o qadını tanıyam. Başa düşdün? Mən onu özümə götürmədim və ayrıldım. Başa düşdün? Başa düşdün az? Git işinə məşğul olsan. Mən özümə hörmət qoydum. Sən məni hörmətsiz bil. Ərdə olmaq hörmətli olmaq demək deyil. Hörmət eləmək ərə baxmır. Qaşqaldıq. Bu arvat olub mənsin. Sıqı eləmə. Yenə də deyirəm, maşallah bu bütün qadınlara aiddir. Kim boşanmış qadınlığa qoyur, ağzına gələni danışırsa, həmin o xanımlara aiddir.